Ağdam rayonunun Xıdırlı kəndində fəaliyyət göstərən Aykül Manasatına tam orta məktəb bugün ölkənin aparıcı media nümayəndələrini qəbul edib. Jurnalistlər tədris prosesini yaxından izləyib, yaradılan şərait və əhatəli imkanlarla tanış olublar. Məktəb sinif otaqlarında dərs prosesi davam etdiyi bir vaxtda qonaqlar şagirdlərlə söhbət edib onların təəssüratlarını dinləyiblər. Şagirdlər bildiriblər ki, doğma yurdlarında yeni müasir standartlara cavab verən məktəbdə təhsil almaq onlarda həm qürur, həm də böyük məsuliyyət hissi yaradır. Məktəbdə fəaliyyət göstərən müəllimlər də buradakı təhsil mühitindən razılıqlarını ifadə ediblər. Onların sözlərinə görə işğaldan azad edilmiş rayonlarda təhsil infrastrukturunun yenidən qurulması dövlətin bu sahəyə verdiyi böyük önəmin göstəricisidir. Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprel ayında Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub. Ötən tədris ilində istifadəyə verilən 2 mərtəbəli təhsil ocağında hazırda 226 şagird təhsil alır. Məktəbin rəhbərliyi də bildirir ki, müəllim və şagirdlərin rahat və effektiv tədrisi üçün bütün zəruri şərait yaradılıb. Təhsil prosesinin keyfiyyətli təşkili əsas prioritetdir. Günay Hüseynova, Şamxal Adıgözəlov, Həcər Həsənova bugün informasiya proqramı üçün.